Hər kəsi salamlayıram. Mən doktor İlqar Əsədov, həkim endokrinoloq, IV terapiya üzrə mütəxəssis. Bizim bugünkü qonağımız Sevil doktor. Sevil doktor, özünüzü təqdim edərdiniz. Xoş gördük İlqar doktor. Mən Sevil Mustafayeva, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının direktoru və ən əsas həkim endokrinoloq, Zəfər Tibb Mərkəzinin baş həkimi. Bugünkü mövzumuz doktor, IV terapiya nə üçündür? Nə zaman istifadə oluna bilər? Hansı xəstələr müraciət edə bilər? Ümumiyyətlə, mütləq bir xəstəliklə bağlı buna müraciət olunur ya ümumi sağlamlıq üçün də istifadə olunan bir üsuldur? Çox yaxşı bir mövzuya toxunursunuz, çünki suallar yaranır, bu dəbdimi IV terapiya, yoxsa həqiqətən bunun cana bir xeyri var, bir faydası var. İndi çox müzakirəli olan bir məsələdir və bizim tibb mərkəzimizdə biz birbaşa bu istiqamətdə fəaliyyət göstəririk, fəaliyyətimizi gücləndiririk. IV terapiya çox faydalı tibbin yeni bir istiqaməti desəm, yanılaram, çünki vena daxili sistemlər o nənə, baba dövründən onlar mövcuddurlar. Sadəcə onların eyniliyi, eyni dozalığı, eyni adlılığı artıq tam dəyişikliklərə uğrayıb. Yəni eyni sistemlər deyərəm deyildir. Hansı tərkibdə soruşsaz deyərəm tərkib müxtəlifdir. Faydası, ziyanı desəz, bunlar ayrı-ayrı mövzulardır. İstəsəz hər birini sizinlə qısaca müzakirə edək. Doktor, bəs IV terapiya ümumiyyətlə nədir ki, insanlar bilsin nəyə görədir, nə zaman müraciət eləmək olar? Ətraflı bundan bağlı bizə bir məlumat verərdiniz. IV terapiya bu dərmanların, mineralların, vitaminlərin birbaşa vena daxili yeridilməsidir. IV terapiya nədən belə birdən belə deyək, aktual oldu? Çünki bəllidir, tədqiqatlar da onu sübut etmişdir ki, dərmanları ağızdan qəbul eləyəndə, yəni adi yolla, necə ki biz istifadə edirik minerallar, vitaminlər, dərmanlar, dərman vasitələri və s. onların müəyyən itkisi sorulmada mövcuddur. Yəni sorulma prosesinin fərqli olduğuna görə hər bir insanda və xüsusən də son vaxtlarda, son zamanlarda daha çox mədə-bağırsaq sistemi problemləri yarandığına görə, o da bəlli səbəbədir ki, biz yemək yeyəndə, qida qəbulu zamanı biz deməli qidaya baxmırıq. Adətən ya telefon, ya planşet, ya hansısa əlimizdə bir məlumatlandırıcı, maarifləndirici, vacib vaxtı belə deyək, tam yeməyə sərf etmirik. Və mədə şirəsi, mədə-bağırsaq fəaliyyəti birbaşa gözün kontaktı yeməklə olmadığına görə mədədə müəyyən bir fermentlərin vaxtında ifraz olunmaması, qidanın birdən-birə mədə gözləmədiyi halda mədəyə daxil olması, düzgün həzmin getməməsi, yemək zamanının bitməsi ilə göz kontaktı olmaması ki, beyin artıq müəyyən siqnallarla mədəyə, bağırsaqlara xəbər eləsin ki, artıq qida qəbulu yoxdur, bəsdir, artıq fermentlərə ehtiyac yoxdur. Bu mexanizm pozulduğuna görə əksər insanlarda mədə-bağırsaq sorulması pozulur, mədə-bağırsaq xəstəlikləri, problemləri yaranır və ona görə burada həbləri, dərmanları ağızdan piroz deyilir. Qəbul edərkən fayda olmur. Yəni uzun müddət, aylarla insan dərman içir, amma onun heç bir faydasını görmür. Gəlir ki, yorğunam, vitamin içmişəm, qəbul eləmişəm, doktor, mən özümə baxıram, amma onun heç bir xeyrini görmürəm. İçdim, içmədim. Bəlkə başqa firmadan alım. Bəlkə mən onu xaricdən gətizdirəm ki, burada bəlkə keyfiyyət məsələsidir. Xeyr. Dediyim kimi, mədə-bağırsaq sorulması ilə əlaqədar demək olar ki, 80% qəbul olunan həblərin sorulmur itir. Amma damar daxili desək, 100% mənimsəmə. Yəni, gözəl bir nəticədir. Özünüz də əminəm öz praktikanızda bunu müşahidə edirsiniz. Bəli.
xəstələrinizdə görürsüz, geri dönüşləri eşidirsiniz. Vurulan venadan dərmanlar, minerallar, vitaminlər və s. baxır bizim məqsədimizə birbaşa %100 mənimsənilməsi gedir. Burada pis də ola bilər ki, əgər biz hədəfləri bir anda zəbt edirik və burada ayların müalicəsindən söhbət gedə bilməz. 3 ayın müalicəsini 5 inyeksiya, 5 sistem, 5 IV tam əvəz eləyə bilir. Yəni üstünlük məncə vaxt, zaman itkisi yoxdur. 100% mənimsənilmə birbaşa effekt. Bundan gözəl düşünürəm indiki də zamanədə, vaxt qıtlığı olan zamanədə bundan üstün mən belə bir tək mən yox, yəni alimlər onu sübut etmişdir ki, ən effektiv çatdırılma növüdür. Düzdür doktor, mən sizdən razıyam. Mən bilən IV terapiyadan öncə yəqin ki, insanlar müəyyən bir müayinələrdən keçməlidir. Mən özüm də tövsiyə edirəm ki, öncədən həkimə müraciət olunsun ki, doktor baxsın, ehtiyacdırmı IV terapiya üsuldan istifadə etmək. Ümumiyyətlə, insan özü belə istəsə, olarmı hansısa hallarda IV terapiyadan istifadə etməyə? Ona görə doktor, mən bilən IV terapiyanın fərqli növləri də pasientlərə təklif edirsiniz. Əsasən üstünlük nəyə verirsiniz siz? Mən özüm yəni üstünlüyü müxtəlif bir daha mürəkkəb şeylərə verərdim, amma müraciətlər əsasında deyə bilərəm ki, əhalinin 80%-ında dəmir çatmamazlığı var. Yəni bu artıq bəlli bir Ümumdünya Səhiyyə Təşkilatı da onu təsdiqləyir. Dünya üzrə var, Azərbaycan üzrə həmçinin. Bu xroniki yorğunluq əlaməti ki, qanda dövr eləyən dəmir deyil. Yəni qanda dövr eləyən dəmir bizim sizinlə dünənki qidamızdır. Dünən bol ət yemişik, bugün qanımızda dəmir dövr edir. Ən əsas həkim üçün qanda dəmirin ehtiyatıdır. Feritin deyilən bir göstərici var. Əksər pasientlərimdə demək olar ki, sıfırlardadır. Ehtiyat olmadığı halda bədən bütün dəmiri çalışır, hara yetirsin? Hemoqlobina. Hemoqlobin məktəbdən də bilirik, bu oksigen daşıyıcısıdır. Bədən boğulmadan özünü qorumaq üçün hemoqlobini zənginləşdirir və burada qadınlarda, kişilərdə cinsi qarmaların problemləri yaranır, sintez çatışmamazlığı, müxtəlif fermentativ reaksiyalarda iştirak eləyən katalizatorların deməli çatışmamazlığı yaranır. 50-dən artıq ferment var, hansı ki, biokimyəvi reaksiyaları təşkil edir. Və belə bədən tam avto rejima keçir, o özünü qorumaq, saxlamaq deməli mübarizəsində, amma insan bunu bilmir. Ən dəb deməzdim, ən geniş istifadə olunan bu dəmir balansıdır, dəmir çatışmamazlığıdır. Siz də yəqin ki, öz praktikanızda həm xanımlarda daha çox... Əsasən məndə xanımlarda olur, yəni daha da çox onlar bu şikayətləri bildirir, halsızlıq, yorğunluq, saç tökülməsi, dəridə quruluq, yəni bunlarda ödəmlilik olur. Yəni biz feritini yoxlayırıq, görürük ki, çox aşağıdır. 30-dan aşağıdırsa, əslində bu artıq ciddi defitsit sayılır. Siz də özünüz də yəqin ki, bu düsturu istifadə edirsiniz. 30 plus çəki. Bəli. Onda biz görürük ki, demək olar ki, 80% müraciət edən insanlarda biz bunu aşkarlayırıq ki, əsas da qadınlardan söhbət gedir ki, dəmir çatışmamazlığı var. Və ona görə həmin bu dəmir sistemlərdən bəli biz istifadə edirik. İstifadə edib və çox gözəl fayda görürük. Yəni insan özü belə birinci, bəzən ikinci sistemdən sonra baxır ağırlığa, nə dərəcədə aşağıdır feritin, dəmir deposu. Ondan sonra insan bizə özü açıqlama verir ki, artıq mən özümü çox gümrah hiss eləyirəm, təşəkkürünü bildirir, öz hallarını, müsbət tərəflərini danışır. Elədir və biz burada tamaşaçılara qısa bir sirlə paylaşaq ki, öz feritininizi yoxlamaq vacibdir və balansı hesablamaq üçün öz çəkinizin üzərinə 30 koeffisiyenti gəlməklə bu sizin feritin normanızdır. Yəni çəki 60 kilodursa 90-dan başlayan feritin normativdir.
həmin adam üçün və əgər o firitin 10, 5, 8 civarlarındadırsa, bu o deməkdir ki, ciddi bir çatışmamazlıqdır. Mütləq mən belə vəziyyətlərdə xəstələrimə deyirəm, həyat ayrı tərəfdədir öz davamı ilə. Siz ayrı tərəfdəsiz. Yəni həyatdan tam xaric olunmuş bir vəziyyətdəsiz, kənardasız. Həqiqətən də şikayətlər çox vaxt onu bildirir ki, heç nəyə həvəs yoxdur, depressiya kimi təsvir olunur. Doktor, indi bu müalicəvi sistemdir dəmir preparatlarla. Bəs profilaktik olaraq insanlar müraciət eləyirmi sizə? Hansı tövsiyələr verirsiniz? O zaman hansı sistemləri təyin edirsiniz? Bəli, profilaktik deyərkən çox təbii yenə də olan xeyirli bir kokteyllərimiz var. NAD+, nikotinamid dinukleotid. Deməli, bu B3 nikotin turşusunun aktiv formasıdır. Aktiv kofermentidir. İnanılmaz bir effekt verir. Halsızlığı, əzginliyi, yorğunluğu yox edir. Çünki bu koferment ilk öncə hər bir hüceyrəmizdə batareyka var. Yəni necə telefon batareykası var, saat batareykası var. Hər hüceyrəmizin fizioloji olaraq batareykası var. O batareykanın yaşla bağlı köhnəlməsi müşahidə olunur. Və niyə deyirlər, uşağı saxlamaq olmur, qaçır, hoppanır, dayanmır, yorulmur. Çünki ondakı olan o batareykalar yenidir, lor dilində desəm. Amma yaşlı insanlar əyləşir, uzanır, halsızdılar. Yəni artıq mitoxondriyaları o qədər aktiv, fəal deyil, energiyaları yoxdur. Məhz bu NAD, nikotinamid, həmin o batareykaları, mitoxondriyaları aktivləşdirir, fəallaşdırır. Yaşlanmağın qarşısını alır, enerji verir, güc verir, həvəs verir, metabolizmanı sürətləndirir. Yəni xanımlar deyir, o ayvilərdən sonra belə pəhriz saxlamırıq, amma elə bilin ki, ölçülər yığılır. Niyə? Çünki cavanlaşma gedir, yenilənmə gedir. Çox tövsiyə edirəm. Bizim kollektiv demək olar ki, heyət hamı istifadə edir periodik olaraq əlimizin altında olduğu üçün və özüm də effektini görürəm. Çünki yorğunluq o hamıda var, adekvat yorğunluq. Çünki iş çoxdur, qayğı çoxdur, əsəb çoxdur, həyat hamıda çox sürətlidir. Adekvat olaraq təbii ki, yoruluruq. Xəstəliklə bağlı yox. Bəli, biz doktorlar ümumiyyətlə bu stres altında işləyir deyə Xüsusən. mən özüm də NAD+ istifadə edirəm, çünki birinci dəfə ümumiyyətlə onu istifadə eləyəndə effekti gördüm. Gördüm ki, daha mənə çox enerji verdi və az bir dozadan başlamışdım, yavaş-yavaş dozanı artırdım. Ümumiyyətlə tövsiyələr olunur ki, dozalar birdən-birə yüksək verilməsin hər bir sistemlərdə. Tam düzdür, bəli, razıyam sizin. Və onun effektini gördüm həqiqətən. Düzdür, daxildən cavanlaşma biz onu bəzən görməyə də bilərik, üzdən görünməyə də bilər, amma bir neçə ildən sonra bədən sanki çox sağ ol deyəcək sənə, çünki artıq sən onu dəstəkləmisən deyə bu çox vacib bir məqamdır. Mən də sizinlə razıyam və dəb sözünü nədən işlətdim? Çünki insanlar bilmədiyi, sınanmadığı şeyə o qədər də inam vermirlər, inanmırlar. Amma artıq effekti görəndən sonra, məsələn, mən görsəm sizə tövsiyə eləyərəm. Siz effekti hiss edib öz yaxınlarınıza tövsiyə eləyirsiniz. Belə-belə o artıq istifadə eləyirlər, insanlar yararlanırlar və geri dönüşlər çox xoşdur. Son zamanlar daha çox səslənir detoks. Bədənin detoksu, detoks eləmək lazımdır. Bir-birinə suallar verirlər. Detoks eləmisənmi sən öncədən? Bununla bağlı fikriniz necədir? Yəni, ümumiyyətlə bədən üçün detoks lazımdır? Maraqlı sualdır. Deməli, əlbəttə lazımdır. Baxın, maşın sürürük, müəyyən bir müddətdən sonra filtrlar dəyişilir. Evdə kondisioner işləyir, müəyyən müddətdən sonra filtrlar yuyulur. Paltar yuyan maşın, toz soran, hər bir istifadə olunan maşının qoruyucu, yığıcı, toplayıcı bir mexanizm, qurumu var ki, insan bədənində bu qaraciyərdir. Bizim qaraciyər böyük bir filtrdir. Bəli. Və bütün anadan olandan indiki yaşımıza qədər yediyimizi, içdiyimizi, nəfəs aldığımızı,
hamısının toksinlərin, dərmanları, preparatlarda əlavə maddələri, hər şeyi toplayır öz üzərinə. Nə vaxt doktor siz öz filtrinizi, qaraciyərinizi təmizləmisiniz? Mən bunu mütəmadi olaraq eləyirəm özüm üçün. Afərin sizə o zaman. Çünki Afərin. yox, əlbəttə Çox ki, sevindim. öncədən biz qan göstəriciləri baxırıq ki, qaraciyarın müəyyən markerləri var. AST, ALT, QQT, onları biz yoxlayırıq. İndi özümdən söhbət gedirsə, mən onları 6 aydan bir yoxlayıram özümdə. Yoxlayıram və baxıram ki, ehtiyacdırmı qaraciyara bir dəstək vermək. Bəzən simptomatik olaraq yanaşıram. Görürəm ki, artıq halsızlıq, zəiflik gəlir. Sanki bəzi insanlar deyir, xəstələnmək istəyirəm elə bir. Yəni belə bir hal hiss edirəm və onda detoks sistemini keçirdirəm ki, ümumiyyətlə bədəni öncədən təmizləyim, ondan sonra vitaminlər və qida əlavələri vena daxildən keçirdim ki, immunitetim güclənsin. Əsasən də bu olur o ərəfədə, misal üçün qrip ərəfəsində Daha çox hava dəyişəndə. Bəli. Yəni bu ərəfələrdə daha çox istifadə olunur. Bəs detoksdan sonra misal üçün antioksidantlar istifadə edirsinizmi? Yəni təcrübənizdən bölüşməyiniz. Antioksidantlar detoks kokteyllərin içinə daxildir. Onlar birbaşa orada mürəkkəb bir belə deyək də qatqılar var ki, onları biz özümüz edirik. Onlar birbaşa həm detoksdan sonra bərpa mexanizmları aktivləşdirir və o zaman icazənizlə mən izləyicilərimizə daha bir sir açaram. IELTS dediyiniz kimi qaraciyər sınaqlarında onları yoxlayırıq və IELTS normada olduqda əgər o zaman detoks lazım deyilmi? Məsələn, mən yoxladım, normaldır. Burada bir incəlik var, Deritis indeksi adlanır. AST-ni IELTS-yə bölməklə müəyyən rəqəm alınır. Əgər o rəqəm 0,9-dan aşağıdırsa, o zaman qaraciyəriniz yüklənib. Gözləməyin ki, o artıq pozulmaya qarşı getsin, pozulsun. Yeməklə, düzgün qidalanmama, dərmanlar, toksinlər ola bilər. Onu düşünüb artıq hər kəs özü qərar verir ki, səbəb nə ola bilər. Əgər bu rəqəm 2-dən yuxarıdırsa, o zaman qlutasion çatışmamazlığı ola bilər, hansısa artıq xroniki qaraciyər problemi ola bilər ki, vaxtında onu aşkarlamaq, hətta IELTS, AST dəyişmədiyi zaman, normada olduğu zaman qaraciyərimizə kömək edək, detoks aparaq, toksinləri xaric edək, antioksidantlardan istifadə eləyək, vitamin terapiyasını alaq, sağlam qalaq. Düzdür, yəni də izləyicilərə demək istəyərdim ki, mütləq bunu doktor dəyərləndirməlidir. Yəni siz özünüz nəticələrə baxıb fikirləşməməlisiniz ki, bunu bir indeks hesablayım, necə bunu eləyirlər. Amma bu işarə ola bilər. Bəli. Yəni doktor, siz görürsüz ki, özünüzü çox rahatsız hiss eləyirsinizsə, əlbəttə ki, doktora müraciət eləyin. O baxsın, lap analiz belə versəniz öncədən, doktor dəyərləndirsin və desin sizə ki, hansı növ müalicə daha uyğun olar. Və ondan sonra doktorlar seçir, yəni sizə bu növ IV terapiya lazımdır, detoks ümumiyyətlə lazımdır. Detoks yetərlidirmi və yaxud Bəli. daha ciddi bir müalicə olmalıdır? Qaraciyər, xroniki qaraciyər xəstəliyi varsa, artıq orada aksent tam başqa bir şeylərədir. Həkim qərar verməlidir. Doktor, bəs bu gözəllik IV terapiya, gözəllik üçün, yəni çox dəbdədir son vaxtlar əsasda. Qadınlar bir-birinə bölüşür, paylaşımlar edir. Yəni bunlara necə yanaşırsınız? Yəni bunlar aşırı dərəcə istifadə olunur bəzən, bəlkə də həkimin tövsiyəsi olmadan insanlar gəlir, bu sistemləri istəyir ki, vurulsun. Bunlara münasibətiniz necədir? Bir mənalı belə bir sistemlər var, biz onları istifadə edirik. Lakin indi bizi dinləyənlərə də üzümü tutub demək istəyərdim ki, artıq salonlarda, gözəllik mərkəzlərində, evlərdə, yəni kimsə eşidib, bunu buna qatıb belə vurmaq olur, yaxşı nəticə alınır. Bu tamamilə yanlışdır.
Yəni böyük bir faciə, fəlakət deməli törədə bilən bir vəziyyətdir. Heç bir gözəllik salonunda, heç bir belə deyim, masaj salonunda belə bir prosedurlar aparılmamalıdır. Ancaq xəstəxanada, ancaq təcrübəli komanda nəzarəti altında, həkim nəzarəti altında təyin olunan hətta gözəllik kokteyllərdən istifadə etmək lazımdır deyərdim. Xanımlarımıza üst tutub bəylərimiz də çox geniş yararlanır. Məsələn, kollagen boosterlarla. Nə edir gözəllik IV-ləri? Onlar bədənin ödəmini alır, tez formaya yığışmağa kömək edir. Məsələn, 1-2 günə tədbir var, toy var, mən gözəlləşim, toyda iştirak edeyim və s. O da əhval-ruhiyyəni düzəldir, enerji verir, dərini parıltı edir, gözdə işıltını qaytarır və demək olar bir ölçü bədəni yığır. Bu bir möcüzə kimi səslənə bilər, amma həqiqətən ödəmin götürülməsi, energetik mübadilənin bərpa olunması tədbirdən, toydan 1-2 gün qabaq aparılırsa, ən az 1-3 prosedur saysaq belə bir təsir göstərə bilər. Amma yenə də təcrübəli həkim və tibbi komandanın nəzarətində. Siz qadınlardan danışdınız, amma kişilərdə daha çox istifadə olunur. Misal üçün, mənim pasiyentlərimdən deyə bilərəm, daha çox bizdə, onsuz da bilirsiniz, kişilər yeyib içəndir və ona görə əsas da bayramlardan sonra, hansı tədbirlərdən sonra buna deyirlər paxmel sindromu, gəlirlər və istəyirlər ki, qanı təmizləsin. Bəli, qanı təmizləsinlər, gümrah olsunlar, ya sabah vacib bir görüşləri var və s. Tez özünə qayıtmaq üçün, normal həyat tərzi keçirmək üçün istəyirlər ki, belə bir əslində biz özümüz də məsləhət görürük, IV terapiyadan yararlansınlar. Və o zaman həmçinin biz detoksda istifadə edirik, yəni bu müalicədə də olur, çünki özünüz də bilirsiniz, alkoqol güclü naqruzkaya salır qaraciyarı və enerji verir insana və sanki dünən heç bir tədbirdə olmayıb, özünü çox gümrah hiss eləyir. Heç bir kimyəvi maddə olmadığı qanda. Kişilər adətən buna müraciət edir, plus idmançılar müraciət edir. Əsasən bəzən olur ki, hansısa yarışa hazırlanır, çox enerji sərf eləyir, həm emosional gərginlik olur. Belə deyək də, bütün hüceyrələr yorğun olur bu yarışlardan sonra və bu idmançılar üçün də biz reabilitasiya kimi müəyyən sistemlər məsləhət görürük, hansını ki, onları tez normal bir həyata qaytarır və artıq onlar da gümrahlıq və enerji hiss eləyirlər. Belə bir əks göstərişlər də var IV terapiya haqqında. Mən eşitmişəm ki, bəzi hətta pasiyentlər yox, həkimlər özləri pasiyentlərə tövsiyə eləmir IV terapiyanı ki, bu onkoloji bir xəstəliyə gətirə bilər. Siz necə yanaşırsınız? Balaca bir nümunə çəkmək istəyərdim sizə. Baxın, deməli, xalq arası, yəni belə deyək də, şifahi xalq, belə deyək, bu sözlərinə aid etsək, vitaminlər onkologiyanı artırır, vitaminlər onkologiyanı yaradır, vitaminlər deməli olmaz, çünki vitamin preparatları Allah eləməsin onkoloji bir törəmə yaradar. Bunu mənə xəstələr deyir və belə düşünən insanlar heç deməli bu gündəlik həblər, vitaminlər istifadə etmirlər. Baxın, nəzərə alsaq ki, hər bir qrup multivitamin kompleksinin həblərdə, tabletkalarda gündəlik sutkalıq dozası düşünülüb, yazılıb, yaradılıb. Biz sizinlə bu gündəlik dozanı qəbul etməliyik. Yəni bu planlaşdırılıb ki, hər bir insan bir gün ərzində, adi gün ərzində müəyyən qədər vitamin preparatı qəbul etməlidir. Bu danılmazdır, düzdürmü? Biz bu vitamini tabletka ilə, həblə ala bilərik və yaxud biz bu vitamini yeməklə ala bilərik. Bu demək deyil ki, yediyimiz vitaminli qida xərçəng yaradır. Bunu heç kəs düşünmür. Mən vitaminli yeməyim yeməyi, gedim broiler yeyim və s. və yaxud nə isə
vitaminsiz qidalanım ki xərçəng yaranmasın. Belə heç kəs düşünmür. Amma burada yüksək dozlu vitaminlər istifadə olunur. Hansı Mən ki, sizdən qidada razıyam. O yoxdur o tərkibdə. Mən sizdən razıyam. Həblərdən söhbət gedirsə, həblərdə sorulmama var, mənimsənilməmə var, onu qoyduq bir kənara. Vena daxilidən ki 100% mənimsənilir vitamin terapiya. Orada vitaminlər birbaşa qana keçir, birbaşa fəaliyyət göstərir. Məhz bu səbəbdən, məhz bu belə deyək də, buna əsaslanaraq bayaq qeyd elədiyim həkim tərəfindən təyin olunur vitaminoterapiya. Həkim təyinatı ilə, həkim nəzarəti, dozası, vitamin seçimi, hətta vitaminlərin birləşdirilməsi salonlarda deyil, həkim tərəfindən tətbiq olunarsa, tam təhlükəsizdir. İstifadə oluna bilər və xeyir verəcək. Heç bir onkoloji prosesə təkan olmayacaqdır. Düzdür, mən burada izləyicilərimə vurğulamaq istəyərdim ki, heç bir yerdə klinikalardan başqa tövsiyə olunmur ki, siz IV terapiyadan yararlanasınız. Çünki bu çox təhlükəlidir. Fərqli bir hallar olur. Klinikanın daxilində belə hallar olur. Sadəcə mütəxəssislər klinikada vaxtında müdaxilə eləyə bilir və bilir ki, hansı növ qabaqlayıcı tədbirlərdən istifadə etmək lazımdır ki, ağır vəziyyət yaranmasın. Tez-tez bu ağır vəziyyətlərdən bəlkə də doktorda rastlaşıb anafilaktik şok olur. Olubmu sizin çox şükür xəstələrdə yox, belə bir çox şey, şükür doktor? belə bir şeylərimiz olmayıb indiyənə qədər. Maşallah desək və çünki biz onu o vəziyyətə gətirib çatmağına qoymarıq da. Müəyyən bir narahatçılıq olduqda insan hər bir dərmana allergik reaksiya verə bilər, hər bir qidaya, parfuma və sair krema allergik reaksiya verə biləcəyi kimi burada da dərman vasitələridir. Biz onun tədbirli qarşısını almışıq. Yəni nə inkişaf eləməyə, nə yaranmağa, artıq bir üzə çıxmağa belə bir şeyləri olmayıb bizdə çox şükür. Komandamız çox təcrübəlidir. İşçilər çox bəli, bacarıqlı olmalıdır ki, vaxtında tədbirləri görsün. Xəstənin artıq üzünə baxarkən xəstədən hiss edir ki, özünü necə hiss edir desə də, deməsə də artıq o bağ, o əlaqə vacibdir. Bu əsasən COVID-dən sonra dəb olub ki, pasiyentlər özləri gedir aptekdən vitamin alır. Bəli. Evet, tibb bacısı çağırır, tanışdımı, yoxsa qohumdumu, yəni çağırır tibb bacısını və tibb bacısı deyir ki, siz bu sistemi mənə vurdurun, mən özümü yaxşı hiss eləyəcəm və yaxud da immuniteti qaldıracam və yaxud da xəstələnmişəm, tez sağalım. Halbuki COVID-dən sonra düzdür belə bir rəsmi statistika yoxdur Azərbaycanda, amma dünya olaraq çox bir ölüm halları bu düzgün dərmanları istifadə eləməməkdən olub. Yəni ev şəraitində sistemlər vurdurublar və o çox bir pis hallara gətirib. Əsasən də Azərbaycanda da belə hallar biz eşitmişik. Çünki burada kontrolsuz hər kəs tibb bacısı çağırır və yararlanır onun xidmətindən. Halbuki tibb bacısı heç vaxt rastlaşmayıbsa, misal üçün anafilaktik şokla, o və yaxud əlində yoxdur vacibi ləvazimatlar, hansılarla dərmanlar. Bəli, o şokdan xəstəni çıxarda bilər. Bəli, və çox pis hala düşür əlbəttə ki, xəstələr və mən yenidən buradan vurğulayıram ki, heç zaman yararlanmayın təcrübəsiz belə deyək də müəssisələrdən, hansı ki, IV terapiyanı ümumiyyətlə istifadə eləmir rutin olaraq. Hətta mənim öz təcrübəmdə belə bir hal olub ki, mənim bir pasiyentim məni yığıb geri ki, doktor, nəfəsim gəlmir, boğuluram. Soruşmuşam ki, axı niyə, nə olub sizə? Bəs mən vena daxili sadə bir inyeksiyadır, yəni adi, məsələn, qaraciyər üçün dillərdə olan dərmanlardır. Ondan vurdurmuşam və özümü çox narahat hiss eləyirəm, boğuluram. Yəni bu artıq deməli ödəmdir, nəfəs yollarında ödəmin yaranmasıdır, allergik reaksiyadır və mən ona deyirəm, dəstəyi verin tibb bacısına. Mən təcili onunla danışım, çünki biz evə təyin etmirik IV-ləri.
xəstənin öz təşəbbüsüdür evdə vurmaq və birinci mənim nömrəmdir, yığıb zəng edib ki, doktor kömək eləyin. O da mənə bildirir ki, bilirsiniz, tibb bacısı qaçdı. Yəni xəstəni bu vəziyyətdə görüb, tibb bacısı qorxub və evdə kömək edə bilmədiyini anlayaraq əlində lazımi bir dərman vasitəsi, antişok paket filan olmadığına görə xəstəni atıb və qaçıb. Yəni bu bir belə bir olub. Bir də ondan sonra artıq özümə söz vermişəm ki, heç bir xəstəyə heç vaxt nə olursa olsun evdə bu sistemləri təyin etməyəcəm. Pasiyent 30 yaşdan yuxarı anası ilə yaxınlaşıb. Anası təcrübəli həkimdir. Deməli, xəstəxanada çalışır. Özü qonşulara, ailədə hamıya, qohumlara, evdə hamıya sistem qoşur və rayonda yaşadıkları üçün, yəni məni necə dilə tutdularsa ki, doktor verin biz onu evdə deyin, necə deyəcəksiniz, biz onu elə eləyəcəyik. IV-lər, kokteyllərdə də çox qarışıqlar olur. Məsələn, bir məhlula 3-4 ampula qatırıq, birinə ayrı ampula birləşmədən yeridilir, birinə, yəni o kokteyllər ard-arda olsa da onların qarışdırma üsulu var. Qarışdırma nöqsanları, incəlikləri var. Və mən inanın tənbəllik etmədən bu xəstəyə hamısını bir-bir yazmışam, paketləmişəm, üstünə yapışdırmışam ki, xanım məni ümid etdi ki, mən bilirəm. Mən bunun işin içindəyəm. Mən özüm həkiməm. Yəni siz bizə kömək edin, biz bunu belə keçirək. İnanın mən bəlkə 2-3 saat telefonda qalmışdım ki, o xanım orada elədiyi qarışıqları səhv, yanlış, yəni çox belə bir yazdığım reseptdən tam kənar qarışdıraraq özüm də başa düşmədim ki, o xanım həkim olaraq necə bunları belə öz evladıdır, həkimdir, ailədədirlər. Yəni ondan dedim ki, xeyr, bir də heç vaxt, yəni mən yəni venaya yeritmədi çox şükür, amma qarışdırdıqları, mənə başa saldıqları mən gördüm ki, mümkün deyil. Yəni həqiqətən mümkün deyil ki, bunu təcrübəsi, biliyi, bacarığı olmayan adam hətta versək belə əlindəki bunu buna qat, bunu buna, bunu sonra, bunu əvvəl, bunu az məhlul, bunu çox qarışdırırlar. Çünki buna təcrübə lazımdır. Təcrübə, bilik, biokimyəvi bilik daha çox ki, nəyi nədən sonra necə etmək. Ona görə də artıq heç vaxt, yəni mən özümə söz vermişəm, evdə belə bir IV-ləri təyin etmirəm. Doktor, detoks, NAD, bunlar çox dəbdədir deyə, yəni ona görə öncədən bu sualı sizə verdim. Başqa hansısa kokteyllər istifadə edirsinizmi öz praktikanızda? Ondan artıq kokteyllərimiz vardır. Ondan artıq dəqiq say deyə bilmərəm. Çünki həqiqətən çoxdur və burada bunların içində qadın sağlamlığı, klimaksa başlayan klimaks dövrünə və yaxud klimaksda olan xanımlar üçün və yaxud adətləri pozulan xanımlar üçün kişi sağlamlığı, burada həm cinsi zəiflik, həm ümumiyyətcə əzələ toplumu kimi kokteyllərimiz var. Bundan əlavə deməli zülal bərpası, xüsusi kokteyllərimiz var, dəri gözəlliyi. Ondan sonra kokteyllərimiz var, qan-beyin dövranı yaxşılaşdıran, hansılar ki, yaddaşı, kognitiv, yəni diqqəti, yaddaşı, danışığı, nitqi yaxşılaşdıran bir kokteyllərdir ki, çox gözəl nəticələr alırıq. Deməli, yaddaş, yəni bunu tələbələrdə hansı ki, imtahana hazırlaşır və yaxud da böyük siniflərdə oxuyan uşaqlar, onlar da bundan istifadə edirlərmi imtahandan öncə, yoxsa uşaqlara bu zərərlidir. Necə düşünürsünüz? Deməli, 14-15 yaşdan böyük olan uşaqlar üçün nəzərdə tutula bilər. Bəli, yaddaşı çox yaxşı, imtahanlara hazırlığı çox qəşəng, deməli, dəstək olur yaddaş baxımından. Ümumiyyətcə işləyən insanlar, rəqəmlərlə işləyən, gərgin, belə diqqət tələb edən işləyən insanlar, onlar da istifadə edə bilərlər. Kimdə ki, ümumiyyətcə, məsələn, belə bir xəstələrimiz çox var ki, onlar şikayətlənirlər, yaddaşım yoxdur, doktor, gedirəm bir otağa, gəlirəm, yadımdan çıxır ki, mən niyə gəldim? Yəni, bu da damar aterosklerozudur. Onlar da evdə oturanlar belə, işləməyənlər belə, amma özündə
içində bu yaddaş problemi, diqqət problemi, qulaq asırsınız, sizə nə isə deyilir, amma onu qavramırsınız. Sonra deyirsiniz, necə oldu, fikrim başqa yerdə idi. Yəni diqqətin yayılmasının qarşısını almaq üçün istifadə oluna bilər. Sevil doktor, çox sağ olun, maraqlı həmsöhbətimiz olduğu üçün. Düşünürəm ki, bu mövzudan nə qədər də danışsaq da, IV terapiya çox geniş bir mövzudur. Bu saatlar bizə yetməz. Ona görə bunu məncə siz də tövsiyə eləyərdiniz ki, Əlbəttə. bir dəfə sınamaq lazımdır ki, artıq insanlar özləri bunu hiss eləsin ki, Bəli. nə dərəcədə bu faydalı bir Effektivdir. üsuldur. Razıyam sizinlə, dəvətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Siz də sağ olun.